Soyuqbaşlıq beynin fəaliyyətini dəyişdirə bilər. Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Dövlət Universitetinin alimləri baş nahiyəsinin soyudulmasının beyin fəaliyyətinə və psixoloji vəziyyətə təsir göstərə biləcəyini müəyyən edib. Araşdırmanın nəticələri göstərib ki, qısa müddətli soyuq stimulyasiya insanlarda rahatlama hissini gücləndirə və depressiya əlamətlərini azalda bilər. Tədqiqatda 18-26 yaş arasında olan 24 könüllü iştirak edib. İştirakçıların yarısı qaranlıq otaqda təxminən 3,5 dərəcə Selsi temperaturunda maye dövran edən xüsusi qəbilgəni 30 dəqiqə ərzində taxıb. Prosedurdan dərhal sonra aparılan elektroensefaloqrafiya müayinəsi həmin şəxslərdə alfa ritmlərinin təxminən 4% artdığını göstərib. Alfa ritmlərinin yüksəlməsi adətən sakit və ayıq vəziyyətlə əlaqələndirilir. Müqayisə üçün istifadə olunan nəzarət qrupunda isə bu göstərici 0,5% azalıb. Lakin bir həftə sonra aparılan təkrar ölçmələrdə qruplar arasında fərq müşahidə edilməyib ki, bu da təsirin müvəqqəti olduğunu göstərir. Araşdırma zamanı başı soyudulan iştirakçılarda depressiya əlamətlərinin daha çox azaldığı da qeydə alınıb. Alimlər hesab edirlər ki, bu təsir birbaşa beyin elektrik aktivliyinin dəyişməsi ilə deyil, soyuqluğun yaratdığı rahatlama və psixosomatik reaksiyalarla əlaqədar ola bilər.